molekulunda, o M molekulunda proton sayı deyir x-dir, neytron sayı isə x minus 4-dür. Bax, bilirik ki, buradan bunu deyə bilərik ki, yəni proton sayı neytron sayından 4 dəfə çoxdur. Buradan bu nəticəni çıxarda bilirik də, düzdürmü? X proton sayısı, neytron x minus 4-dür. Deməli, proton sayı neytron sayından 4 dəfə çoxdur. Deməli, onda eləyirik. 2n bərabərdir 4-ə, n bərabər eləyirik 2-yə. Yəni, hidrogeni 4 eləyə bilərik. Nəyə görə? Neytronları, hidrogenləri 0-dır. Ona görə biz hidrogeni 4-ə bərabər eləyirik. Onda belə çıxır ki, C2, N2 olanda C2, H4, O2 olur. Düzdürmü? Bu 6 olsun, bu 1 olsun, bu da 8 proton sayılarıdır. Bunlar isə 12, 1 və bu da bunların 16, bu da bunların ispat müstələridir. 12-dən 6-nı çıxırsan, 6 vur 2, 12 proton sayını tapmaq istəyirəm mən, bərabərdir. Üstə gəlirsən, 1-i vurursan 4-ə 4, 8-i vurursan 2-yə 16, bərabərdir 32-yə. 32 protonumuz oldu. İndi neytron sayını tapsan. Neytron sayı bərabərdir. 12-dən 6-sını çıxırsan, 6 vurursan 2-yə 12. Üstə gələk 1-dən 1 çıxanda eləyir 0, 0-ı 4 eləyir 0. 16-dan 8 çıxırsan, 8, 8-də vurursan 2-yə 16. 28-də bu eləyir. 28-də neytron sayı. Gördüyünüz kimi proton sayı tutaq ki x-dir, 32 isə neytron sayı 28-dir. Yəni x minus 4-dür. Şərtimizi ödəyir.